Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov vətəndaşlar tərəfindən bəzi müayinələr üçün pul ödənilməsini təklif edib. O, trendə açıqlamasında bildirib ki, bu gün yalnız KT və MRT xidmətlərində tətbiq olunan mexanizm gələcəkdə mərhələli şəkildə digər diaqnostik xidmətlərə, məsələn, laborator analizlərə, xərçəngin diaqnozunun aşkarlanmasına, angioqrafiya və ixtisaslaşdırılmış ambulator müayinələrə də şamil olunması mümkündür. O bildirib ki, bu sistemin real tələblərinə və maliyyə dayanıqlığına uyğun bir addımdır. Bu ildən etibarən icbari tibbi sığorta çərçivəsində KT və MRT xidmətlərinin müştərək maliyyələşmə prinsipi ilə göstərilməsi səhiyyə sisteminin davamlı inkişafı baxımından mühüm mərhələ sayılmalıdır. Əslində, bu mexanizmin məqsədi vətəndaşın üzərinə əlavə yük qoymaq deyil, səhiyyə sistemində məsuliyyətin və resurs bölgüsünün ədalətli şəkildə qurulmasıdır. Uzunmüddətli məqsəd həm vətəndaş, həm tibb müəssisəsi, həm də dövlət üçün davamlı və keyfiyyətli xidmət modelinin formalaşdırılmasıdır. İllərdir tibbi xidmətlər tam dövlət hesabına təqdim olunduğu üçün bəzi hallarda vətəndaşın yönləndirmə sistemi, məsələn, ailə həkimi, ixtisaslı həkim, sığorta qaydaları və s. ilə bağlı qaydalara laqeyd münasibət yaranırdı. Müştərək maliyyələşmə bu yanaşmanı dəyişmək üçün stimullaşdırıcı bir vasitədir. Yəni, vətəndaş göndəriş olmadan və ya qeydiyyatda olmadığı yerdə xidmətə müraciət edərsə, müəyyən hissəsini özü qarşılayacaq. Bu, həm maliyyə yükünün balanslaşdırılması, həm də xidmətə daha şuurlu müraciətin təşviqidir, deyə Rəşad Mahmudov bildirib. Onun fikrincə, müştərək maliyyələşmə səhiyyənin mahiyyətini dəyişmir, əksinə onu daha rasional və şəffaf edir. Əgər mexanizm düzgün tətbiq olunarsa, bu model həm vətəndaşın məsuliyyətini artıracaq, həm xidmət keyfiyyətini yüksəldəcək, həm də icbari tibbi sığortanın uzunmüddətli sabitliyini təmin edəcək. Bu sistemin əsas məqsədi vətəndaşdan əlavə ödəniş almaq deyil, səhiyyənin maliyyə və etik dayanıqlığını təmin etməkdir. Bu, həm xəstənin, həm həkimin, həm də dövlətin maraqlarını eyni səviyyədə qoruyan bir balans mexanizmidir, deyə o fikirlərini bildirib. Qeyd edək ki, ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan ambulator şəraitdə göstərilən MRT, yəni maqnit rezonans tomoqrafiyası və KT, kompüter tomoqrafiyası xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20%-i müştərək maliyyələşmə mexanizmi hesabına ödənilir. MRT və KT müayinələrinin tarifləri nahiyyədən asılı olaraq 50-120 manat arasında dəyişir. 50 manat olan xidmətlərə vətəndaş tərəfindən 10 manat, 120 manat olanlarda isə 24 manat ödəyir. Onu da əlavə edək ki, bu günlərdə Rəşad Mahmudov icbari tibbi sığorta haqlarının 2 dəfə artırılmasını, yəni 2%-dən 4%-ə yüksəldilməsini təklif etmişdi. Lakin Maliyyə Naziri Sahil Babayev icbari tibbi sığorta haqlarının artırılmasına ehtiyac olmadığını bildirmişdi.